Oktyabrın 23-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi şəhər ətrafı ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 13-16, gündüz 19-22 dərəcə isti, atmosfer təzyiqi isə 762 mm civə sütunu olacaq. Naxçıvanda da axşama doğru bəzi yerlərdə çiskinli yağıntı ehtimalı var. Havanın temperaturu 18-20 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında yağış yağacaq. Qısa müddətli dağlıq ərazilərdə yağış sulu qara keçəcək. Digər rayonlarda isə yağıntı ehtimalı yoxdur. Duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 10-14, gündüz 19-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.